Sualımız bundan ibarət idi ki, düzbucaqlı üçbucağın bir katetin orta nöqtəsindən hipotenuz və hündürlük çəkilmişdir. Və şərtdə qeyd olunub ki, AM bərabərdir BM-ə, o da bərabərdir BC olarsa, X bucağının qiymətini tapın. Sualı paylaşımda çevrə çəkməmişdim. Bu çevrəni məsələni həll etmək üçün çəkmişəm. Müxtəlif cür həll edə bilərsiniz. Buradan hündürlük də çəkib çevrəsiz də həll edə bilərsiniz. Mən çevrə ilə bugün izahını verəcəm. Birinci sual yaranır ki, biz hardan bilirik ki, bu MBSK dörtbucaqlısının xaricinə çevrə çəkə bilərik. Bir qabaraq dörtbucaqlının ki, qarşı-qarşıya duran bucaqların cəmi 180 dərəcə bərabərdirsə, o zaman biz bilirik ki, bu dörtbucaqlının xaricinə çevrə çəkə bilərik. Bura 90 dərəcə, bu MKS bucağı da 90 dərəcə, bunların cəmi 180 dərəcə olduğuna görə, deməli bu qabarıq dörtbucaqlının xaricinə biz çevrə çəkə bilirik. Ona görə də çevrə çəkmişəm. Bunu bildik. Sonra M və C nöqtələrini birləşdirsək, bu MC nə olacaqdır? Bu çevrənin diametri olacaqdır. Hardan bilirik? Burada 90 dərəcə olduğuna görə deməli MC nədir? Diametridir. Bunu da bildik. Deməli MBC üçbucağı bərabər yanlı düzbucaqlı üçbucaqdır. Çünki MB BC-yə bərabərdir. O zaman burada 45 dərəcə, burada 45 dərəcə olacaqdır. İndi daxilə çəkilmiş bucaq 45 dərəcədirsə, o zaman onun söykəndiyi qövsün dərəcə ölçüsü nə qədər olacaqdır? 90 dərəcə olacaqdır. Digər tərəfdən görürük ki, X bucağı da BC qövsünə söykənib. O zaman X də bərabər olacaqdır. Nəyə? 45 dərəcəyə.